rəyləri, təhlilləri də bunu deməyə əsas verir. Davam edək, siyasətdən biraz kənar mövzularda müzakirə eləyək. Vergi və mühasibatlıq sahəsindəki ən son yeniliklər və strateji inkişafları müzakirə etmək, həmçinin sahənin qabaqcıl mütəxəssisləri ilə təcrübə mübadiləsi aparmaq imkanının olacağı vergi və mühasibatlıq zirvəsi keçiriləcək. Biz elə bu zirvəyə bir nəzər yetirmək istəyərdik. Studiyamızın qonağı vergi və audit sahəsi üzrə ekspert Elçin Əkbərovdur. Elçin bəy, xoş gəlmişsiniz. Salamlayıram sizi. Maraqlıdır, bu tədbir nə vaxt keçiriləcək və əsasən hansı sektor və nümayəndələrin iştirakı gözlənilir? Eyni zamanda təxmini nə qədər qonağın, ekspertin olacağı gözlənilir? Çox sağ olun, minnətdaram. Tədbirin sabah 1 mart tarixində Gülüstan Sarayında keçirilməsi planlaşdırılır. Saat 9-dan başlayacaq və 6-ya qədər davam edəcək. Tədbir əsasən 3 paneldən ibarətdir və panellər barədə daha sonra məlumat verəcəm. Burada dövlət sektorundan, özəl sektordan müxtəlif peşəkar şəxslər, mühasiblər, maliyyə mütəxəssisləri, auditorlar, vergi məsləhətçiləri, eyni zamanda şirkət rəhbərləri, dövlət qurumlarından müəyyən qurumların, xüsusən də Dövlət Vergi Xidmətinin şöbə rəhbər müavinləri səviyyəsində təmsil olunmağı gözlənilir. Yer gəlmişkən ARB 24 bu zirvənin media tərəfdaşıdır və keçirilən zirvə ilə bağlı son məlumatlar, yeni istiqamətlər və zirvənin necə keçirilməsini də biz yəqin ki, irəliləyən günlərdə yenidən bir diqqətdə saxlayacağıq. Bu tədbir, zirvə adlandırırıq bunu, vergilər və mühasibatlıq sahəsində hansı mövzuları əhatə edə biləcək? Az əvvəl də qeyd etdiyim kimi, tədbirdə, bu zirvədə 3 panel olacaq. Maliyyə riskləri, uçot, ondan sonra peşəkar mühasib sertifikatı, qızıl bilet yoxsa məcburiyyət və sonunda 3-cü panel olacaq, haradakı mən moderator qismində iştirak edəcəm və burada da vergilər, menecment və vizyon məsələləri müzakirə olunacaq. Bildiyimiz kimi, düzgün, dürüst, şəffaf mühasibat sisteminin, mühasibat uçotunun aparılması, vergi sisteminin qurulması, auditin təşkili bir dövlətin, eyni zamanda özəl sektorun normal fəaliyyətini davam etdirilməsi üçün çox önəmlidir, çox əhəmiyyətlidir. Çünki ilkin məlumatların girişi, statistikada məlumatların əks olunması, bütün analizlər bunun üzərindən gedir. Və tədbirin də əsas mesajlarından biri buna dayanaraq hesabın gücü olaraq konsept mesajı verilib və bununla da uçot məsələsinin, sistemləşdirmənin, avtomatlaşdırmanın önəmi vurğulanır. Hər üç paneldə elə qurulub ki, hər üç paneldə həm dövlət sektorundan, həm də özəl sektordan spikerlər iştirak edəcək və həm onlar moderatorların verdiyi suallara cavab verəcək. Eyni zamanda bu zirvə özü Davos formatında olduğuna görə spikerlər fikir mübadiləsi aparacaq öz aralarında, moderatorlar onları yönləndirəcək və auditoriyanın da bu müzakirələrdə iştirak etməsinə şərait yaradılacaq. Hər kəs sual verə biləcək. İndi orada suallar təbii ki, gözləyirik ki, çox olacaq. Hamısı cavablandırılmaya da bilər, amma aktual, vacib, əhəmiyyətli, çox adamın cavab almaq istədiyi suallara üstünlük veriləcək ki, bunlar cavablandırılsın. Aydındır, biz hər zaman danışırıq, müzakirə edirik, nəzəriyyə var, bir də praktika var. Nəzəriyyə yaxşıdır, amma praktika ondan da yaxşıdır. Maraqlıdır ki, bu tədbirdə iştirakçılar praktiki biliklərə yələnə biləcəklərmi və bunun reallaşması üçün hansı addımlar atılır və nələr düşünülür? Əslində, bu tipli tədbirlərin, forumların, zirvələrin keçirilməsi məqsəd birbaşa olaraq praktiki biliklərin aşılanması deyil, daha çox cəmiyyəti, bu sahədə məşğul olan mütəxəssisləri, şəxsləri narahat edən sualları cavablandırmaq, başa düşülməyən nələrsə varsa onlara aydınlıq gətirmək və yaxud şərhlərə ehtiyac varsa şərhləri aydınlaşdırmaq. Eyni zamanda burada üstünlüklərdən biri də ondan ibarətdir ki, eyni suala həm dövlət tərəfindən, həm də özəl sektor tərəfindən yanaşma ortaya qoyula bilər və bu da hər iki tərəfdən məsələ necə görünür, bununla bağlı aydınlıq gətirə bilər. Bu da tədbirin üstün cəhətlərindən biridir, düşünürəm ki. Bir daha tamaşaçıların diqqətinə çatdırım. Vergi və mühasibatlıq sahəsindəki ən son yeniliklər və strateji inkişafları müzakirə etmək, eyni zamanda həmçinin sahənin qabaqcıl mütəxəssisləri ilə təcrübə mübadiləsi aparmaq imkanı var. Vergi və mühasibatlıq zirvəsində olacaq bu imkan. Mart ayının 1-də, yəni sabah keçiriləcək Gülüstan Sarayında.
gecikməmişik orada qeydiyyatdan keçmək üçün. Düşünürəm ki, yox, hal-hazırda da müraciət edib qeydiyyatdan keçmək olar. Səhv eləmirəmsə, az sayda biletlər qalıb və əvvəlki iki zirvədə olduğu kimi burada da təxminən 600 nəfər peşəkar mütəxəssisin iştirak etməsi gözlənilir. Yəni Azərbaycan miqyası üçün həqiqətən də böyük həcmli tədbir hesab oluna bilər. Məsələn, qeydiyyata düşmək üçün hansı mənbələrdən və ya resurslardan istifadə etmək lazımdır? VMZ özünün saytı var, VMZ.az və eyni zamanda Facebook səhifəsindən, LinkedIn sosial media hesablarından istifadə etmək, müraciət edib bilet almaq mümkündür. Yəni, əsasən VMZ. Bəli, vergi mühasibatlıq zirvəsi baş hərfləri. VMZ.az saytına daxil olub, orada qeydiyyatdan keçə bilərsiniz. Bir də qlobal trendlər var. Gəlin, bunlarla bağlı danışaq. Mühasibatlıq, vergilər və qlobal trendlər. Bu barədə də orada biz məlumatlar ala biləcəyik kimi. İkincisi, bu məlumatları bizə kim verəcək? Bəli, çox gözəl məqama toxundunuz. Əslində, Azərbaycanda biz daha çox yerli vergilər barəsində müzakirə edirik, amma nəzərə almalıyıq ki, eyni zamanda Azərbaycan da qlobal dünyanın, regional dünyanın bir parçasıdır və biz bunları da kənarda qoya bilmərik. Və bu səbəbdən də qlobal trendlər məsələsinə də toxunulacaq təbii ki. Və bu hissədə biz düşünürük ki, OECD, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının və eyni zamanda BEPS mənfəətinin aşınması, köçürülməsi ilə bağlı layihə üzrə qlobal minimum vergi 15% bu barədə yəqin ki, qısa məlumat verəcəyik. Eyni zamanda əlaqəli təşkilatlar, qurumlar arasında transfer qiymət qoyma məsələləri ilə bağlı, kriptovalyutaların, blokçeynin vergiyə cəlb olunması məsələləri, elektron ticarət, elektron əməliyyatlar üzrə vergi tutma mexanizmləri barəsində də dünyada olan yanaşmaları vurğulamağı düşünürük. Eyni zamanda artıq bilirsiniz ki, ötən il Azərbaycanda COP29 tədbiri keçirdildi və Azərbaycan özü də ekoloji tərəfdən təbiətə önəm verən ölkələrdən hesab olunur və bununla bağlı müəyyən öhdəliklər də götürüb və bu baxımdan da artıq karbon vergisi məsələləri də barədə məlumat verməyi planlaşdırırıq. Dedikləriniz, danışdığınız məqamlar hazırda vergi və mühasibatlıqla bağlı dünyada trendlərdir, yoxsa necə? Bəli, bunlar trendlər də hal-hazırda. Və hal-hazırda trendlər bunlarla məhdudlaşmır və dünyamız o qədər sürətlə dəyişir ki, ola bilsin ki, gələn illərdə artıq bizim qlobal vergi trendlərimiz də dəyişmiş olsun. Fürsət düşmüşkən, madam ki, burada sizdən soruşum, o trendlərin Azərbaycana gəlməsi, gəlib çatıb tətbiq edilməsi nə dərəcədə təmin edilə bilir? Əslində, elektronlaşma sahəsində çox böyük yol qət eləmişik, söyləyə bilərəm. Artıq qlobal startaplar var, onların proqram təminatları var ki, onların tətbiq etdiyi, təklif etdiyi imkanlar hesabına proqramlara almağa ehtiyac olmur. Hətta onları icarəyə götürüb tam proqram təminatının verdiyi imkanlardan faydalanmaq da olur. Və fürsətdən istifadə edib onu da qeyd etmək istəyirəm ki, artıq bir müddət əvvəl süni intellekt məsələsi çıxanda çox adam narahat idi ki, süni intellekt insanı əvəz edəcəkmi və buna da bu formada cavab verirdik ki, süni intellekt özü əvəz edə bilməsə də, amma süni intellekt istifadə edən insan əvəz edəcək. Hal-hazırda da mühasibatlıq vergi sahəsində gedişat bunu göstərir ki, avtomatlaşma çox sürətlə gedir və avtomatlaşma insanları, mühasibləri əvəz etməsə də, amma avtomatlaşma sistemlərindən istifadə edən mühasiblər digərlərini əvəz edə bilər. Aydındır və sonda bu zirvənin insanlara, həm də orada iştirakçılara nə qazandıracağını biraz danışaq. Zirvə, ilk öncə ondan başlayaq ki, zirvədə şəbəkələşmə, həmin sektorda fəaliyyət göstərən insanları görmək, eyni zamanda dövlət nümayəndələrini görmək üçün çox yaxşı imkan var. Uzun müddət cavabını almaqda çətinlik çəkilən mövzular üzrə rahatlıqla sualları verib onunla bağlı cavab almaq mümkündür. Günümüzün aktual məsələləri barəsində, vergi tutma barədə, az əvvəl qeyd etdiyim qlobal vergi sahəsində trendlər barəsində müzakirələr aparılacaq və bir növ zirvədə iştirak edən şəxslər artıq yenilənmiş olaraq hal-hazırki vəziyyətdə ümumilikdə cəmiyyəti, ümumilikdə vergi sahəsində çalışan şəxsləri nələr narahat edir deyə bu suallara cavab taparaq oradan ayrıla bilərlər. Aydındır, bu zirvədə sizə, bütün iştirakçılara, təşkilatçılara uğurlar arzulayırıq. Çox maraqlı bir məsələdir. Vergi və mühasibatlıq zirvəsi. Bir daha vurğulayım ki, bu zirvənin media tərəfdaşı ARB 24 televiziyasıdır. Studiyamızın qonağı isə
vergi və audit sahəsi üzrə ekspert Elçin Əkbərov idi. Bu zirvənin əhəmiyyətindən danışdıq. Gəlin son xəbərlərə də nəzər salaq. Rusiya ABŞ-yə